gəlin. Rəisin oğlu nəsə bir plan hazırlayır. Yaxşı. Səni geri götürməsən Fərhadı öz əllərimlə boğub öldürəcəm. Ondan narahat olma, ürəyin rahat olsun. Humayuna nə etmək istəyirdin? Mən ona nə edə bilərəm ki? Qardaş, məni qorxutma. Cəfər, yaxşısan? İndi ailəmin başında dayanmalıyam. Bunu bir neçə gün əvvəl fikirləşsəydin, indi atan sağ olardı. Sənə nə olub, hə? Ayıl, hey! Al payına. Sən buna layiq deyilsən. Amma yenə də atamsan. Mənim axırım necə olacaq? Ən azı 4 il həbs cəzası alacaqsınız. Ata, axı nə baş verir? Niyə polislər sən axtarırlar? Məni niyə axtarırlar? O silahdır? Yox, bu oyuncaqdır. Şirin hardadır? O erendi getdi. Hara getdi? Günahınız odur ki, Manafın cinayətlərini gizlətmisiniz. Başqa heç bir günahınız yoxdur. Yaxşı, mən yenə rəhbərlərimlə məsləhətləşərəm. Ən azı heç olmasa 2 il cəza alacaqsınız. Anam çox pis vəziyyətə düşəcək. O buna dözə bilməyəcək. Mənim əlimdən heç nə gəlmir, başa düşün. Onda niyə indiyə kimi Manafı ələ keçirməmisiniz? Onu indi həbs eləsək, sizə uzun müddətli həbs cəzası veriləcək. Əminik ki, Manaf bəy sizin dalınızca gələcək. Bunu nəzərə alıb, daha az həbs cəzası istəyə bilərik. Hə, başa düşdüm. Arxamca da gəlmədi. Kimisə sevirsənsə, o sənə fikir verməyəndə bu adama çox pis təsir eləyir. Bəlkə qumru kimi gözəl deyiləm. Amma onu sevirəm. Mənim də ürəyim var. Mənim də sevilməyə haqqım var. Şirin, Şirin. Niyə onu sevdin axı? Niyə bu insana könlünü verdin? Həyat niyə belə qəddardır? Sevməyəni sevib səhv elədim. İçməyə nəsə gətireyim? Yox, lazım deyil. Əməliyyatı elətdirmək üçün pul tapdım. Hardan aldın? Yunis'ten. Başa düşmədim. Pulun əvəzində ərizəmi geri götürəcəm. Sevər, niyə belə elədin? Niyə? Sakitləş Fərhad. Həyatın bundan üstündür məgər? Əsas odur sağal.
Mənə onun pulu lazım deyil. Fərhad, qulaq as, başqa çarəmiz yoxdur. Burada nə edirsən? Heç elə belə. Səni izləyirlər. Səhv addım atan kimi səni həbs eləyəcəklər. Manav hardadır? Hələ tapılmayıb? Yox, izsiz tozsuz yoxa çıxıb. Mən fikrimdən daşındım. Onu öldürəcəm. Ağlını başına yığ. Yoxsa özümü bağışlaya bilməyəcəm. Cəsur. Bu mənim həyatımdır. Neynədiyimi yaxşı bilirəm. Necəsən? Mən Əbrarı izləyirəm. Ona dəyməyin. Manav bəyi tapmağa kömək eləyəcək. Onun qaçmayacağına kim zəmanət verir? Mən zəmanət verirəm. Yaxşı. Salam əleyküm. Əleyküm salam. Bağışlayın, biz tanışıq. Mən sizlə danışa bilərəm? Hər şey yaxşıdır, nə məsələdir? Polis idarəsindən gəlmişəm. Adım Gülbahar Rəhimovadır. Yaxşı, Sizə vacib bir sözüm var. oldu. Maşına gedək. Gedək. Qızlar hanı? Çağırım. Bilmirəm sabah nə olacaq. Bu günümü mən onlarla keçirmək istəyirəm. Yaxşı şeylər fikirləş. Hər şeyə hazır olmaq lazımdır. Onsuz da özündə zəmanət verə bilmirsən. Heç kim zəmanət verə bilmir. Yaxşı, onda gedim qızlara çağıram. Dayan. Mən özümü ələ almalıyam. Dayan, sənə kömək eləyim. İndi çağır. Yaxşı.
Danışmağa söz tapa bilmirsən? Sən məni necə tapdın? Mən bura anamın yanına gəlmişdim. Səni görəcəyimi düşünmürdüm. Aydındır. Tezliklə toyum olacaq. Toyun? Hə, mən Qumru ilə evlənirəm. Axır ki, məqsədinə çatdın. Səni təbrik eləyirəm, oğlum. Mən çoxdan məqsədimə çata bilərdim. Sən başımıza o qədər oyun gətirdin ki, ata. Oğlum, Xahiş eləyirəm. Gəl buradan çıxandan sonra danışaq, nə olar? Burada yatanları narahat eləməyək. Şirin, sən hardaydın? Bacı, Nə olub, hər şey yaxşıdır? bacı, Niyə ağlayırsan? Bu nə vəziyyətdir? bacı. Hə, haralarda gəzirdin? Ana! Hardan gəlirsən? Kəfərin yanından gəlirsən? Xala. Haralarda gəzirsən ay qız? Ana, bəsdir. Bəsdir, qutar. Mən sən fikirləşdiyin qızlardan deyiləm. Ağlım başım yerindədir. Onda niyə belə geç gəldin, hə? Bir vəziyyətinə bax. Sən haralardaydın? Heç, elə belə təmiz havaya çıxmışdım. Bacı, sənlə danışa bilərik. Yaxşı. Ağlama, gəl. Ata. Bilirsən, uşaqlıqda ən böyük arzularımdan biri nə idi, hə? nə idi? İstəyirdim ki, anamla sən gəlib alnımdan öpüb məni təbrik eləyəsiz. Amma o arzum həyata keçmədi. Arzu olaraq qaldı. Anam tez vəfat elədi. Sənsə... Çox təəssüf eləyirəm. Mən artıq gedim. Ata... Səndən bir həqiqəti öyrənmək istəyirəm. Artıq olan olub. Daha gizlətməyə heç nəyin qalmayıb. Xahiş eləyirəm, mənə həqiqəti de. Məhbubə xalanın sözü düz idi. O düz deyirdi, sənin anamın ölümü ilə əlaqən var idi. Ata, niyə susursan? Bu nəyi dəyişəcək? Sadəcə bilmək istəyirəm. Yox, heç bir əlaqəm yoxdur. Ata, bilirəm ki, bu sənin işindir. Başqalarının da ölümündə günahlandırıldığını bilirəm. Dursun xan, Gülsüm, Ulduz, Şöhrət bəy. Ata, Əbrar bütün həqiqətləri açıb deyib.
Tezliklə səni axtarışa verəcəklər. Xahiş edirəm düzünü de. Mənə de görüm onların arasında anam da var. Cavab ver ata. Hə, oğlum. Var. Ananı mən öldürmüşəm. Niyə? Ata cavab ver. Nəyə görə? Dayan. Axı anamın nə günahı var idi? Yazıq anam. Yazıq anam. Bədbəxt anam. Bacı, sözün düzünü desəm, mən Cəfəri sevdim bacı. Şirin, bunu sənə heç məsləhət görməzdim. Bacı, məyər sən ürəyinə onu sev ya da bunu sev deyə məsləhət verə bilərsən? İnan mənə, Cəfər çox yaxşı insandır. Əgər onu yaxından tanısan, sadəcə bəzən özünü idarə eləyə bilmir. O... Şirin, mənə yaxşı-yaxşı qulaq as. Mənim narkomana verməyə qızım yoxdur, başa düşdün? Bacı. Ata, özünü pis hiss eləyirsən? Yox qızım, yaxşıyam. Atam yaxşı yatmayıb bacı. Elədi ata. Düzdür. Sizə bir sözüm var qızlar. Burada işim alınmır. Ona görə də xaricə getmək istəyirəm. Sizə hələlik xalanız baxacaq. Yox ata, onda mən də səndən gedəcəm. Yox qızım. Bu mümkün deyil. Bacı, atam işləsə daha yaxşı olar. Bizə çoxlu yeni paltarlar ala bilər. Bacın düz deyir. Gəlin gedək, yeməyimizi yeyək. Ata, sən də bizlə yemək ye. Bizlə gedək ata. Yox, atan sonra yemək yeyəcək. Yaxşı. Bir yerdə yemək yeyərik. Hər şey yaxşıdır. Gəlin. Ata, sənə nə oldu? Atacan. Yox, siz gedin yemək yiyin qızlar. Atanın başı fırlandı. Onu özüm yeməyə gətirib verəcəm. Gəlin gedək. Gedin yeməyinizi yiyin. Xala, yaxşı, əsəbləşmə. İlahi. Hər şey yaxşı olacaq. Bu qız onu sevməyə necə vaxt tapdı? Bu məni öldürəcək vallah. Şirin üçün də asan deyil. Onu başa düşmək lazımdır.
Neyniyim? Bəlkə onu götürüm Cəfərə verim. Xala, mən belə demək istəmirdim. Özümə yer tapa bilmirəm. Axı o böyük qızdır. Başa düşmürəm. Niyə indiyə kimi ağıllanmadı? Axı niyə? Axı niyə? Cəfər, şəhərdə də problem yaradırdın. İndi kənddə də rahatlıq vermirsən. Bəsdə. Hə, viza artıq hazırdır. Həm də ki, orada iş də tapmışam Qumru. Nədir? Yoxsa buna sevinmirsən? Yox, niyə ki? Harda oluramsa olum, əsas odur sən yanımda ol. Amma nəsə keyfin yoxdur, hə? Başqa problemlərim var. Sən fikir vermə. Atan yenə narazılıq eləyir. Deməli belədir. Yox, Qumru. Heç bilmirəm ki, bunu sənə demək nə dərəcədə doğrudur. Amma səndən başqa heç kimə dərdimi deyə bilmərəm, Qumru. Mənə hər şeyi deyə bilərsən. Anamın qatili atamdır. Nə? Özümə heç cürə yer tapa bilmirəm. Həqiqəti bilsəm də, mən heç nə eləyə bilmirəm. Bəlkə səhv eləyirsən, hə? Bunu atamın özündən eşitdim. Belə vəziyyətdə bəlkə atam barədə polisə xəbər verəsən, hə? Onsuz da axtarışdadır. Yaxşı, nə isə, səni də narahat eləməyim. Mən getdim. Biraz tək qalmaq istəyirəm. Sakitləşmək istəyirəm. Sən hazır ol. 2-3 günə gedəcəyik. Yaxşı. Salamat qal. Oldu. Yaxşı yol. Axır ki, ən doğru qərarı vermişsiniz. Amma sizin üçün çox darıxacağam, xala. Niyə darıxırsan? Telefonla istədiyimiz vaxt rahatca danışa bilərik, qızım. Yaxşı ki, bu telefon var. Bayaq Manaf bəy haqqında dediklərindən sonra özümə gələ bilmirəm. İlahi, adam necə öz arvadını öldürə bilər? Yazıq Humayun, onun vəziyyətini başa düşürəm. Onun üçün çətindir. Xüsusilə də bu atandırsa. İki əli də bağlıdır, heç nə eləyə bilmir. Düzdür. Elə lap əvvəldən mənim Manaf bəydən xoşum gəlmirdi. Amma bu cür alçaq olduğunu fikirləşməzdim. Yaxşı, əsas odur ki, siz ondan uzağa gedirsiniz. Humayunun dediyinə görə Manaf bəyi axtarışa veriblər. Yəqin tezliklə həbs eləyərlər. Düz eləyirlər. Qoy cəzasını alsın. Yaxşı, əsas odur sən xoşbəxt ol. Vacib olanı da budur. Harda olursan ol, xoşbəxt ol. Bəs nə vaxt gedirsiniz? Yəqin 2 günə gedərik. Nə?
Niyə belə tez? Gör necə rahat oturmusan, niyə belə tez gedirsiniz? Mənə bunu elə indi dedi. Humayuna heyranam valla. Xala, səni də çağırarıq, gəlib Londonu gəzib görərsən. Mən Londonda neyniyəcəm? Yaxşı, nə deyirəm? Əsas odur sən xoşbəxt ol. Yox, Ulduz. Ulduz. Rədd ol. Rədd ol, Ulduz. Ulduz, çıx get. Lazım deyilsən. Yox. Fərhad, nə oldu? Fərhad, sənə nə oldu? Fərhad, qalx ayağa, qalx ayağa. Fərhad, Fərhad, Fərhad. Allahım, elə ki atam sağalsın. Qalx Fərhad, içəri keçək, qalx ayağa. Ay, nə oldu sənə? Qalx, hə, gedək, gəl. Qızım, sən məndən incimə. İndi sənin gözünə pis görünə bilərəm. Amma sonra doğru dediyimi başa düşəcəksən. Ana. İndi uşaq Şirin yoxdur ana. Mən artıq çoxdan böyümüşəm. Mənim öz həyat yolumu seçməyə haqqım var. Sən hələ böyüməmsən, qızım. Əgər ağlın çatsaydı, gedib o adamı seçməzdin. Ona nə olub ki, ana? Onun necə insan olduğunu eşitmədin, bilmirsən? O avaradır, narkomandır. Mən narkomana qız vermərəm, başa düşdün? Ana, o indi düzgün yoldadır. Artıq hər şeydən əl çəkib. Bir-iki gündür tanıyırsan. Necə adam olduğunu hardan bilirsən? Elə insanlara inam yoxdur. Sən onun boş-boş sözlərinə inanmısan. Ana, xahiş eləyirəm. Mənə imkan ver. İmkan ver, öz yolumu özüm seçim. İmkan verim, səhv eləməyə? Bilə-bilə ki, səhv eləyirsən, mən necə sakit dayana bilərəm axı qızım? Sən mənim üçün yatsan, hə? Sən mənim yeganə qızımsan. Sənin qismətinə göz yuma bilmərəm axı. Həm də onun bütün fikri Qumrunun yanındadır. Sən onu maraqlandırmırsan. Qız uşağısan, biraz qürurun olsun da.
Neynirsiz? Kimi izləyirsiz? Əbrarı izləyirəm. Niyə onu izləyirsiz? Hər ehtimala qarşı onun maşınına GPS yerləşdirmişəm. O qaçmağa çalışa bilər. Amma mən belə düşünmürəm. Ona 100% zamin dura bilərsən? Alo, salam aleyküm. Mən Humayunam. Xanım, sifariş necə oldu? Demişdiniz tezliklə hazır olar. Bugün vaxtıdır. Sabah artıq uçmalıyıq. Oldu xanım, sağ olun. Sabah neçədə? Yaxşı, oldu, sağ olun. Alo, Alo, Qumru. Eşidirəm. Sabah saat 9-a hazır ol. Səni götürüb aparacağam. Sabah uçacağıq. sabah uçacağıq. Hə. Saat 11-də uçacağıq. Yaxşı, başa düşdüm. Oldu. Xala, Hə? mən sabah gedirəm. Saat 11-də təyyarə uçur. Əşyalarımı yığmalıyam. Hə, onda gəlim sənə kömək eləyim. Yaxşı olardı. Ay Allah. Atama şəfa ver. Qoy sağalsın. Mən onu çox istəyirəm. Qoy atam sağalsın. Biz onsuz neyniyərik? Al bunu da götür. Ay xala, bu qədər paltar lazım deyil. Nə? Niyə lazım deyil? Götür hamısını. Eşitmişəm ki, oralar yağışlı, dumanlı olur. Orada həmişə yağış yağır. Soyuqdur. Xala, lazım deyil. Humayun dedi ki, hər şeyi oradan alacağıq. Yoxsa yenə əsəbləşər. Niyə əsəbləşir? Hələ sənə orada yemək üçün mürəbbə də qoyacağam. Xala, Londona mürəbbə aparacağam. Kəndin dadlı gilasından mürəbbə bişirmişəm. Götürüb apararsan, orada yeyərsiz. Mənim işimə qarışma. Ay, xalacan, təyyarədə hər bir artıq yük üçün pul ödəmək lazımdır.
2 gün şəhərdə qalmısan deyə ağıllı olmusan? Bunları da götür apar. Özümüzün milli paltarlarımızdan da olsun. Bunu da qat da. Otağında yeni paltarlarım var. Gedim gətirim. Ay, Sən xala, bunları gözlə. yerləşdir. Rəsti lazım deyil. Yox, yox, yox. Xalacan. Bacı. Anamdan eşitdim. Sabah buradan gedirsən. Gedirəm, hə. Sənə yaman paxıllığım tutur. Biz bir kənddən çıxa bilmədik. Sənsə neçə vaxt paytaxtda qaldın. İndisə Londona gedirsən. İnşallah sənə də nəsib olar, bacı. Özün gördün. Nə qədər çətinliklərlə qarşılaşdım. Düzdür. Sənin yerinə başqası olsaydı, dözə bilməzdi. Şirin, Hə, bacı, səndən bir xahişim var. de. Mən gedirəm. Xalamdan özün göz qulaq ol, yaxşı? Çox əziyyət vermə. Dediklərini elə. Yaxşı. O sənə pislik arzulamır. Bilirəm. Hər halda xalamın indi səndən başqa heç kimi yoxdur. Oldu, bacı. Bir də Cəfərə gələndə isə xalam çox haqlıdır. Onun sözünə qulaq as. Yenə məndən incimə. Düzdür, mənim buna qarışmağım düzgün deyil. Sən də balaca qız deyilsən. Öz yolunu özün seçməyə haqqın var. Amma məsləhət verməyə bizim də haqqımız var. Şirin. Serial Space televiziyasının sifarişi ilə dubləj olunub. Rədd ol. Sür. Qısası, hazır ol. Çoxlu pul tapmalıyıq. Qumru ölər, amma heç vaxt sənə ərə getməz. Bilmirəm niyə, amma Əbrar Manafın şirkətinin qarşısında gəzir. Axı özünün iş yeri də oradadır. Bu qədər vaxt ora addımını atmayan adam niyə oradan aralanmır? Əbrar, salam. Necəsən, satqın? Ata, qayıdıb gələcəksən? Sivər, qızımı götür apar. Cəfər, Qumrunu vurma, məni vur. Qumru, sən tamaşa elə. Bax gör Humayun necə öləcək. Siz dua eləyin. 50% şansı var, düzdür? Sən Humayunla əlaqə saxladın? Hə, dedi ki, məhkəmədə iştirak eləməyəcək. Siz burada Necəsiz? neyinirsiniz? Anacan, Anacan? qısası qızınızı istəməyə gəlmişəm.